Samuel vaxtınız xeyirli olsun. Bu gün sizə Avasta normalda yükləyən vaxt, indi kompüter bizə virus düşür və ya müəyyən bir müddət siz bunu istifadə etmək istəyirsiniz. Mən də məsələn tək səfərli yüklədim. Əlbəttə 2 ay ərzində pulsuz istifadə verir. Məsələn, istifadə etmək istəyirsinizsə edin. Ancaq nəticə etibarilə 2 ay müddət tamam olmadan siz bunu deaktiv etməlisiniz ki, sizi həm kartınızdan müəyyən bir məbləğ çəkməyə çalışmasın, həm də sizi incitməsin. Yəni, digərlərini 3 dənə paketə abunə olmuşdum. Bunlar drive'ı update etmək üçün nəzərdə tutulanlardı. O səbəblədir ki, indi birini saxlamışam ki, göstərməli olsun. Biraz əslində qarma-qarışıq, çox elə bir deaktiv olunur və mənə də çox dedilər ki, normalda dediyim kimi mən bu videoları əsasən ətrafımdakı insanlar üçün çəkirəm. Yəni, digər insanlar da istifadə etsin deyə də paylaşıram YouTube'da. İlkin variantda mən əsasən burada deaktiv etmək istəyəndə görürsünüz ki, deaktiv olunmuş kimi görürsən, amma sizdən ödəniş çıxır ayın axırı. Bu cür problemlər olmasın deyənə, məsələn, saytın linki budur, Avastın rəsmi saytı, amma ondan əvvəldə proqram içərisində gərək hesabınızı bağlayasınız, link eləyəsiniz. Əks təqdirdə siz üçün problem yarada bilər. Yəni ki, hesaba daxillaşsınız, görərsiniz ki, boşdur, ona görə də menü hissəsindən burada profilə daxil olun və ya ən rahatı subscribe bölməsinə girin. Burada sizə normalda deyəcək ki, hesabınızı bağlayın. Bağlayanda eyni Google hesabı ilə daxil olun. Sonra browserdə həmin hesabı açın. Linki əlbəttə şeydə paylaşacağım mən. Şərhlərdə paylaşacağım və ya açıqlama hissəsindən paylaşacağım. Buradan daxil olursunuz. Daxil olanda burada sizin bütün qeydiyyatdan keçdiyiniz və s. hamısı burada görsənir və ya ümumiyyətlə giriş edəndən sonra burada belə deyək də, ana səhifəyə girək. Normalda sizdə bu cür açılacaq ekran və burada bir avazda ana ekrandan da girə bilərsiniz və ya profil üzərinə basaraq mənim belə abunəliklərim hissəsindən də daxil ola bilərsiniz. Giriş edəndə burada bütün sizin abunəlikləriniz görsənir. Burada bu hissəyə toxunuruq. Unsubscribe var. Buna basırıq. Çoxu bunları okey, başa düşür, eləyir. Ancaq burada əsas tələyə salan hissə biraz fərqlidir. Eləyəndən sonra burada müəyyən bir vaxt keçir. Bu insanların çaşdığı yer buradadır. Normalda burada close eləyir, elə bilir ki, hər hansı bir bildirişdəsidir. Buranı oxumurlar. Oxumadıqları üçün belədirsə təklif verir ki, deyir sizə endirimli format təkrar istifadə etməyə də icazə verirəm 30% endirimlə. Daha ucuz qiymət istifadə etmək istəsəz bunu eləyə də bilərsiniz və ya ən optimalı deaktiv etmək istəyirsinizsə burada sizə məlumat verir. Məsələn, məndə aprelin 21-i artıq vaxtı qutaracaq. Ayında 16-sıdır. Yəni, mən biraz tezdən eləyirəm ki, birdən yadımdan çıxarıqsa, hazır yadımdaykən çıxarış eləmək istəyirəm. Bu qədər. Və 24 saatdan sonra artıq şeydir. Çalışın bunu ən azından 3-4 gün əvvəlcədən eləyin. Zaten sizə Avast maillərdən bildiriş göndərir. Çalışın ki, həmin maillərə diqqət yetirəsiniz. Əks təqdirdə sonra ödəniş çıxanda peşman olmayasınız. Bir də bu etdiyim addımları mütləq eləməyi unutmayın. Və burada belə görsənməyinə baxmayın. 24 saatdan sonra ümumiyyətlə orada görsənmir. Yəni, zaten siz səhifəni yenilədiyiniz zaman mütləq və mütləq şəkildə başda sizə belə bir not buraxmalıdır. Məsələn, bu formada deyir ki, avtomatik yenilənməsi deaktiv edilir. Yəni, bu şəkildə belə bir şey. Əgər sizdə də başqa proqramlardan qeydiyyat zamanı və ya necə deyərlər, hər hansı belə problem yaşayırsınız deaktiv edən zaman onu bildirməyiniz daha yaxşı olar ki, mən bunun əsasında da videolar çəkə bilim. Təşəkkür edirəm hər birinizə. Ümid edirəm ki, bu sizin probleminizi həll edər.